Bəharul Ənvarda bir hədis var. Həzrət Peyğəmbər əleyhissalam ki, dostları ilə əyləşmişdi, sahabələrlə. Buyurdular ki, ya Rasulallah, filan kəs günlərlə oruç tutur. Günlərlə oruç tutur və gecələri də ibadətlə məşğuldur. Görün, beləncə mömin, belə deyək də, harda var? Yəni, az insan gecələr ibadət eləyər, gündüz oruç tutar. Buyurdular ki, ya Rasulallah, belə filan kəs bu işləri görür. Yəni, ali bir mömin. Gecə ibadətlə məşğuldur, gecə namazı qılır, həmsinin gündüzləri də oruc olur. Amma bir dənə xüsusiyyəti var. Nədir? Ya Rasulallah, bəs o qonşularına dili ilə əziyyət eləyir. Belə bir mömin, baxırsan ki, qonşularına dili ilə əziyyət eləyir. Bizim dillə desək, çatana bir daş, çatmayana bir nə bilim filan. Ya Rasulallah, bəs necə eləyək? Həzrət buyurdu ki, onun gecə qıldığı namazların, gündüz tutduğu orucların ona heç bir faydası yoxdur. Niyə ya Rasulallah? Həzrət buyurdu ki, çünki o cəhənnəm əhlidir. Fikir verin, bir insan ki, müminin ən ali sifətlərin və əməllərin icra eləyir. Amma bir tərəfdən Peyğəmbər sallallahu buyurur ki, o cəhənnəm əhlidir. Nəyə görə cəhənnəm əhlidir? Çünki o dili ilə qonşularına əzab əziyyət eləyir. İndi bir də var ki, möminlərə ola, ailəyə ola, dostlara ola. Yəni nədir bu? Çox mühüm bir məsələdir. Heç də arxain olmayaq ki, biz namaz qılıb gecələr ibadət edirik səhərə kimi və gündüz də oruc oluruq. Şərt bu deyil. Şərt odur ki, Peyğəmbər əleyhissalamın əxlaqı ki var, xuluqun əzim, əgər biz onu özümüzə Peyğəmbər biliriksə, rəhbər biliriksə, ağa biliriksə, Allahın elçisi biliriksə, gərək əxlaqımızı da ona oxşayaq. Elə oruc namazla qutarmaz. Oruc namaz bir fərdi ibadətdir. Amma əxlaq, dil, mədəniyyət, bütün bunlar hamısı ictimaidir. Allah bizdən ictimai bəndəçilik istəyibdir. İyyəkə nə'budu, ictimaidir. Yəni ilahi, biz sənə ibadət eləyirik. Mən bunu dəfələrlə demişəm. İyyəkə nə'budu demir Qur'an. Mən ibadət eləyirəm demir. Deyir ki, biz ibadət eləyirik. Bu sözü deyilən. O namazı qılanda bir diqqət eləsin ki, görək mən bu ayəyə riayət eləyirəm, yoxsa mən ibadət eləyirəm. Bu şey mən dəfələrlə demişəm ki, sabah qiyamətin günündə o şəxslər deməsinlər ki, eşitməmişik.